Birinci Qarabağ müharibəsi şəhidi Ağarzayev Urfan Gülməmmədoğlunun xatirəsi yad edilib. Bu münasibətlə şəhidin doğulub boya başa çatdığı Quba rayonunun Alpan kəndində tədbir keçirilib. Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Quba Şəhidlər Xiyabanı ziyarət olunub. Daha sonra şəhid Urfan Ağarzayevin məzarı üzərinə gül dəstələri düzülüb. Ruhuna dualar oxunub. Onun əziz xatirəsi böyük ehtiram və minnətdarlıq hissi ilə yad edilib. Ar-Rahman-ir-Rahim Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdinas-sirâtal müstakîm. Sirâtellezîne en'amte aleyhim gayril mağdûbi aleyhim velad-dâllîn. Mərasimdə çıxış edənlər Urfan Ağarzayevin keçdiyi şərəfli döyüş yolundan danışaraq onun vətən uğrunda göstərdiyi igidlik və qəhrəmanlığın gənc nəsil üçün əsl nümunə olduğunu vurğulayıblar. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhidlər ömürlər, şəhidlər xalqımızın, millətimizin yaddaşında daim yaşayacaqlar. Urfan evdən getmədi, Urfan eldən obadan getdi. Urfan mərd, döyüşkən, hər şeyə pozitiv yanaşan bir əskər idi, həqiqi əskər idi. Urfan bizim şey nə deyirəm, ölməyib. Yaşayıb, yaşayır və yaşayacaqdır. Urfanın qismində bütün şəhidlərimizə, istər 1-ci Qarabağ, istər 2-ci Qarabağ savaşında şəhid olan bütün şəhidlərə Allahdan rəhmət dilirik, qazilərə can sağlığı dilirik. Allah prezidentimizin canı sağ olsun, prezidentin sayəsində biz artıq şərəflə yaşayırıq. 1-ci Qarabağ müharibəsinin iştirakçısı kimi bir daha qeyd eləmək istəyirəm ki, bizim mənəvi borcumuzdur. Gəldik Urfanın atasının ailəsini ziyarət elədik. Çox sizdə qarşıladılar, başqa cür də gözləmirdik. Və biz öz mənəvi borcumuzu yerinə yetirdik. Şəhidin ailə üzvləri Urfanın hələ kiçik yaşlarından vətənpərvər, tərbiyəli və ailəsinə bağlı bir övlad olduğunu bildiriblər. Onlar Urfanın xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd edərək onunla qürur duyduqlarını dilə gətiriblər. 92'de aşağı gidip o da Qarabağ'da vətən torpağında rəhmət edib, Allah rəhmət etsin. Qalanlara Allah can sağlığı versin, millətə, cəmaata. Evladda da ki, tərbiyəli, sizə baxan, ibesiliyə, ağıllı uşaq idi. Eşər gidəndə də ki, yola saldı, o şeylədi o. Ona da qismət belə gəldi. Dedi, peşə məktəbi muhtarmışdı. Şöyle o provasını almıştı. Axı neyse qismət belə gəldi şu. Məndən bu kadar, daha bilimlə. Ağarzayev Urfan mənim qardaşım olaraq qürur duyuram şəhidlik zirvəsinə. Urfan çox gözəl evlad olub, qardaş olub, vətənpərvər insan olub. Hətta Urfanın əmisi oğlanlar da şəhid olub. Ağarzayev Kəmran, Ələkbəroğlu, Ağarzayev Balaş, Xanbabaoğlu, Ağarzayev Urfan Gülməmmədoğlu. Urfan 92-ci ildə şəhid oldu. Füzulini Yağlıvan kəndində deyəsən, biz ora Urfanı getirməyə gitmişdik. Urfan qəhrəmancasına həlak oldu. Evdə tərbiyəli, ağıllı, məktəb tələbələrinə mehriban bir uşaq idi. Müharibə də oldu, həyat belədi. Mənim öz qardaşım Balaş da onun əmisi oğlu idi. O da şəhid oldu. Gittik Füzulini Yağlıvan kəndindən, orada onlar əsir düşmüşlər. Deməli, onların komandiri var idi, Əbilfət deyən. Biz gidip onunla görüşdük, şahsı üzündə. O bizə köməklik elədi. Deməli, oradan o bizə maşın təşkil elədi ki,
Urfanı getirmiş. Urfanı o değişmişti. Fantamaz diye vardı lağabı Yağlıvənd kəndində. O meyitləri o değişmişti. Onlar Ermənilere filan kalmışlardı. Bizim şehitlerimiz onlar tarafta kalmıştı. Ermeniler tarafta. Sonra o değişmişti. O bizi yerin dediğini yine de gittik. Füzulunu kabristanına ona müeyyenledik. Oradan çıkardık. Oradan çıkarıp getirdik onu. Getirip kentte definledik. Nerede şehir? İşte torpaq üzerine şehit oldu da. Allah şehitlerimize rahmet etsin. Qazilərimizə Allah şəfa versin. Allah onlara da uzun ömür, can sağlığı versin. Şəhidin təhsil aldığı məktəbin direktoru çıxışında qeyd edib ki, Urfan Ağarızayev məktəb illərində nizam intizamı, çalışqanlığı və tərbiyəsi ilə seçilən şagirdlərdən biri olub. Onun keçdiyi həyat yolu və göstərdiyi fədakarlıq bugünkü gənclər üçün böyük örnək sayılır. Bugün biz qəhrəman şəhidimiz, məktəbimizin fəxri məzunu Ağarızayev Urfanın doğum günü münasibəti ilə bura yığışmışıq. Ağarızayev Urfan Alpan kənd tam orta məktəbinin məzunu olub. Oxuduğu müddətdə müəllimlərinin rəğbətini qazanan vətənpərvər bir evlad kimi tanınıb. Ağarızayevlər nəslindən, Ağarızayev soyadından 3 şəhid olub 1-ci Qarabağ müharibəsində. Bu da ondan irəli gəlir ki, həqiqətən də bu nəslin nümayəndələri qəhrəman mərd igid oğullar da torpaq uğrunda, vətən uğrunda canlarından keçməyə hazır olan igid mərd oğullardır. Biz bugün Ağarızayev Urfan və digər kəndimizin qəhrəman oğulları ilə qürur duyuruq, fəxr edirik. Şəhidin döyüş yoldaşları çıxış edərək Urfan Ağarızayevin vətən uğrunda gözünü qırpmadan son damla qanuna qədər vuruşduğunu bildiriblər. Onlar qeyd edib ki, Urfan üçün vətənin müdafiəsi hər şeydən üstün idi və o, əsl qəhrəman kimi yaddaşlarda qalacaq. Döyüş yoldaşları onunla çiyin-çiyinə döyüşməkdən qürur duyduqlarını söyləyiblər. Deməli, bir gün onu doğum gündür. Azərbaycanın bütün bölgələrindən, yəni onu qeyd eləmək üçün, yəni Quba rayonunun Alpan kəndinə yığışmışıq. Şəhidimizin şəhid olduğu gün çox ağır bir gün idi. 92-ci il oktyabr 2-sində ermənilərin güclü qüvvə ilə Muğanlı Əmrallar Kurapatin kəndlərindən hücumu zamanı həmin Urfan Muğanlı kəndində şəhid olmuşdur. Ondan başqa Əmrallar kəndində 16 nəfər şəhidimiz olmuş. Bu günə kimi onlardan 12 nəfəri hələ də məzarsız şəhid kimi tanınır. Urfan özü də Quba 103 nömrəli peşə məktəbini deməli bitirmiş. Zəhmətkeş bir ailədə boya başa çatmış. Könüllü olaraq torpaqla vətən ağır günündə yəni cəbhəyə yollanmış və şəhid olmuşdur. Urfan kimi oğullarımız yenə də yetişir. Hal-hazırda Urfanın qanı yerdə qalmadı, torpaqlarımız azad oldu. Xalqımızın gücü ilə, milli ordumuzun gücü ilə, prezidentimizin gücü ilə düşməndən bütün şəhidlərimizin qisas alındı. Qeyd edək ki, Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayır. Onların göstərdiyi qəhrəmanlıq, vətənə sədaqət və fədakarlıq gələcək nəsillər üçün əbədi örnək olaraq qalacaq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik.